Salam əziz şagirdlər, bugünkü mövzumuz köməkçi nitq hissələrdir. Köməkçi nitq hissələrinin əsas nitq hissələrlə oxşar, həm də fərqli cəhətlər var. Köməkçi nitq hissələrinin ümumiyyətlə ayrılıqda leksik mənası olmur. Leksik məna nədir? Sözün ifadə elədiyi ilkin məna. Məsəl üçün, kitab nə deməkdir? Oxumaq üçün olan bir vəsait. Amma köməkçi nitq hissəsinin isə heç bir mənası yoxdur. Biz ki dediyimiz zaman ağlımıza gələn bir lüğəvi məna olmur. Ona görə də ayrılıqda leksik mənası olmayan, suala cavab verməyən, cümlə üzvü vəzifəsində işlənə bilməyən nitq hissələrinə köməkçi nitq hissələri deyilir. Deməli, suala cavab vermir, düzəltmə ola bilmir, yeni bir söz yaratmaq olmur və ayrılıqda heç bir mənası olmur, cümlə üzvü ola bilmir. Yalnız qoşmadır ki, qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Daha sonra köməkçi nitq hissələri ilə əsas nitq hissələrin oxşarlığı. Əsas və köməkçi nitq hissələrinin oxşarlığı nədir? Həm əsas nitq hissələrinin, həm də köməkçi nitq hissələrinin qrammatik mənası olur. Qrammatik mənanı deməyə məncə ehtiyac yoxdur, ilin əvvəlində bildirmişəm. Amma yenə də təkrarlayaq. Leksik məna sözün ilkin mənasıdırsa, qrammatik məna sözün hansı suala cavab verməyi, nitq hissəsi olaraq nədir, quruluşca necədir, sadədirmi, mürəkkəbdirmi və s. Əsas nitq hissələrinin də, köməkçi nitq hissələrinin də qrammatik mənası olur. Amma köməkçidən fərqli olaraq əsas nitq hissəsinin leksik mənası olur. Bəs yaxşı fərqləri nədir? Fərqi odur ki, müstəqil leksik mənaya malik olmur. Daha sonra nə deyə bilərik? Heç bir suala cavab vermir. Ayrılıqda cümlə üzvü ola bilmir. Şəkilçi qəbul etmir, dəyişmir. Yəni nə deməkdir bu? Düzəltmə olmur. Dəyişmir, söz yaradıcılığında iştirak etmir. Deməli, əsasdan fərqli olaraq köməkçi nitq hissəsinin leksik mənası yoxdur. Yəni ki, bu o deməkdir ki, köməkçi nitq hissələrinin ilkin mənası yoxdur, lüğəvi mənası yoxdur. Heç bir suala cavab vermir. Kim, nə, hara, necə, nə cür və s. kimi heç bir suallara cavab vermir. Ayrılıqda cümlə üzvü olmur. Yəni mübtəda, tamamlıq, təyin, xəbər, bu kimi xüsusiyyətlər əsas nitq hissələrinə aiddir. Köməkçi nitq hissəsi cümlə üzvü ola bilmir. Yalnız qoşmadır ki, qoşma qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilər. Və şəkilçi qəbul etmir. Köməkçilər sadə və mürəkkəb ola bilər. Düzəltmə olmurlar. Yadda saxlayaq. Əsas nitq hissəsi sadə, düzəltmə, mürəkkəb ola bildiyi halda köməkçilər sadə, mürəkkəb olur, amma düzəltmə olmur. Yəni şəkilçi qəbul etmir, söz yaradıcılığında iştirak etmir. Köməkçi nitq hissələri yalnız qrammatik məna daşıymış ola bilər, lakin fikrin ifadəsində də müəyyən dərəcədə rola malikdir. Çox zaman onları cümlədən ixtisara etmək mümkün olmur. Bu zaman nisbətən məna pozuntusu yarada bilər. Məsəl üçün deyə bilərəm ki, o dərsin sonuna qədər kinoteatrın qarşısına gözlədi. Qədəri çıxardıq. O dərsin sonuna kinoteatrın qarşısına gözlədi. Əlaqə varmı? Yoxdur. Orada mütləq ki, qədər sözü olmalıdır. Yalnız ədatı çıxarda bilirik. Ədatı çıxardanda müəyyən dərəcədə bəli məna zəifliyi yarana bilir, amma ki, ciddi bir xələl gəlmir cümləyə. Daha sonra gəlin bütün köməkçi nitq hissələrinin əsas xüsusiyyəti nədir onu deyim sizə.
Yəni ki, nə bildirir? Onu bildirək. Sonra keçək ayrı-ayrılıqda bir-bir köməkçi nitq hissələrinə. Birinci gəlir qoşma. Qoşma müəyyən mənaçalar yaratmağa xidmət edir. Daha sonra nə deyə bilərik? Bağlayıcı. Bağlayıcı isə cümlələri və sözləri bir-birinə bağlayır. Bağlamağa xidmət edir. Sözləri, bir də cümlələri. Daha sonra köməkçi nitq hissəmiz hansıdır? Ədat. Ədat isə sadəcə olaraq sözlərin, cümlələrin müəyyən dərəcədə təsir gücünü artırır. Və modal sözlər modal sözlər isə danışanın ifadə etdiyi fikrə münasibət. Qısa şəkildə yazaq. Danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Ən sonda nidadır ki, nida da bilirik ki, hiss həyəcan bildirir. Qoşma müəyyən mənaçaları yaradır. Bağlayıcı sözləri, cümlələri bir-birinə bağlamış oldu. Ədat müəyyən dərəcədə təsir gücünü artırdı. Modal söz danışanın ifadə etdiyi fikrə münasibət bildirdi. Nida isə hiss həyəcan ifadə edir. Gəldik indi əsas mövzumuz olan qoşmaya. Qoşma çox maraqlı mövzulardan biridir. Ümumiyyətlə, köməkçi nitq hissələrini izah eləməyi də çox sevirəm və bəlkə də Azərbaycan dilindən çox sevdiyim mövzulardan biridir. Daha sonra qoşma ismin adlıq, yəlik, yönlük, çıxışlıq. Adlıq, yəlik, yönlük, çıxışlıq hallarına qoşulur uşaqlar. Deməli, adlıq, yəlik, yönlük, çıxışlıq hallarına qoşularaq müəyyən mənaçaları əmələ gətirən köməkçi nitq hissəsidir. Qoşma deməli onda hansı hallara qoşula bilmir? Qoşma qoşulmur təsirli hala. Bir də yəlik. Təsirlik və yəlik hala qoşula bilmir qoşma. Və müəyyən mənaçaları yaradır. Həmin mənaçaları yaradan nitq hissəsinə qoşma deyilir. Və digər köməkçi nitq hissələrindən fərqli xüsusiyyəti budur ki, qoşmalar cümlə üzvü ola bilir, təklikdə yox. Qoşulduğu sözə qoşularaq cümlə üzvü ola bilir. Digər köməkçi nitq hissələrindən fərqli olaraq qoşmalar bəzən hətta şəkilçi də qəbul edə bilər. Qrammatik şəkilçi. Məsələn deyirəm ki, mənim ürəyim bacımladır. Burada lalə vasitə qoşmasıdır və dır şəkilçisi qəbul edibdir. Mənim ürəyim bacımladır, artıq burada şəxs sonluğu qəbul edib. Bu deməkdir ki, köməkçi nitq hissələri bəzən şəxs sonluğu qəbul edə bilər. Daha sonra qoşmalı sözlər bəzən mübtəda, vasitəli vasitəsi tamamlıq, səhvliyin digər məna növlərində və ismi xəbər kimi çıxış edə bilər. Məsələn deyirəm ki, bacım burada var. Bacım kimiləri burada var.
Kim burada var? Bacım kimiləri. Bu artıq mübtədadır. Və yaxud da deyirəm ki, sizin kimilərini Allah da bağışlamaz. Kimi bağışlamaz? Sizin kimiləri. Tamamlıq kimi də iştirak edə bilər. Daha sonra deyirəm ki, körpə kimi küsür. Körpə kimi küsür. Küsür nə tərzdə? Körpə kimi. Tərz hərəkət zərfliyidir. Sonra hətta məsəl üçün kəmiyyət zərfliyi də iştirak edə bilər. Məsəl üçün deyək ki, burada. Onun qədər yedi. Nə qədər yedi? Onun qədər. Məsəl üçün kəmiyyət zərfliyidir. Sonra başqa misal göstərə bilərəm ki, səbəb zərfliyi olsun. Küsdüyü üçün gəlmədi. Gəlmədi. Niyə? Nə üçün? Küsdüyü üçün. Niyə? Nə üçün? Burada səbəb zərfliyidir. Və yaxud da deyə bilərik ki, qiymət almaq üçün oxuyacağam. Nə məqsədlə oxuyacağam? Qiymət almaq üçün məqsəd zərfliyidir. Və yaxud da belə bir cümlə işlədə bilərik. Xəbər qismində olsun, ismi xəbər. Güllər sənin üçündür. Sənin üçündür. Bütöv xəbər gedir. İndi baxaq. Qoşma, qoşulduğu sözlə birlikdə ümumiyyətlə fe'li xəbər olmaz. Fe'li xəbər ola bilmir. Yalnız ismi xəbər ola bilər. Və qoşma ismə, sifətə, saya, əvəzliyə, zərfə, məstərə, fe'li sifətə artırılır. Yadda saxlayaq ki, fe'li bağlamalar, fe'li bağlama və təsvirlənən fe'l qoşmalarla işləmir. Deməli, qoşmalar nələr işləmir? Fe'li bağlama, bir də eyni zaman təsvirlənən fe'l. Fe'li bağlama və təsvirlənən fe'llər qoşmalarla işlənməz. Qoşmalar yalnız və yalnız sadə ola bilirlər. Düzəltmə, mürəkkəb və s. Yəni ki, düzəltmə heç bir köməkçinin diksiyası olmur. Mürəkkəb isə ümumiyyətlə qoşmada olmur. Hamısı sadədir. Və qoşma ancaq qoşulduğu sözlə birlikdə cümlədə yerini dəyişə bilər. Məsəl üçün, mən evə tərəf getdim və evə tərəf mən getdim. Yerini bu formada dəyişə bilər. Sonra qoşmaların belə deyim, qoşulduğu sözlə birlikdə əmələ gətirdiyi bir sıra məna çalarları var. Birinci gəlirik bənzətmə bildirənlərdən. Bənzətmə bildirən qoşmalarımız və yaxud da bəzən tərz bildirən qoşmalarımız hansılardır? Qədər, kimi, tək, bir də ca. Bənzətmə bildirən bu qoşmalarımız ki var. Bunları cümlə daxilində bir-birinə əvəzləmək olar. Bir-birinə sinonim kimi işlənə bilərlər. Məsəl üçün deyirəm ki, o sənin qədər gözəldir. Sənin kimi gözəldir. Sənin tək gözəldir. O səncə gözəldir.
Yəni sən qədər gözəldir mənasında. Bunlar bənzətmə bildirirlər. Yəni həqiqətən də burada nəsə bir şeylər bir-birinə bənzədilir. Hətta belə deyəlim ki, bu bənzətmə qoşmalarından təşbihin daxilində istifadə edə bilərik. Məsələn, biz Azərbaycan mətnində üslubu cəhətdən cümləni zənginləşdirib yazmaq, üsluba uyğun olaraq bədii üslubda yazmaq istənirsə, biz o zaman həmin cümləni təşbihlərdən istifadə edə bilərik. Kimi orada belə deyim ki, qoşmasından istifadə edə bilərək zənginləşdirə bilərik məsəl üçün. Daha sonra burada məsələn qədər sözünün amonimliyi var. Qədər. Qədərin amonimliyinə gələk. Qədər bir hansı mənalarda işlənə bilər? Qədər aidlik mənasında ola bilər. Daha doğrusu biz bunların amonimlə, sinonimlə sonra gələrik. Gəlin bütün mənonimləri sadalayaq ondan sonra. Deməli, bənzətmə bildirənlərdən sonra birgəlik bildirənlər var. Birgəlik bildirən qoşmalar, yəni vasitə də hesab olunur bunlar. Vasitə bildirən qoşmalar, birgəlik bildirən qoşmalar. Bunlar isə ilə bir də cad. Ehtiyatlı olaq ki, bu cacə ilə bənzətmə bildirən cacəni bir-birinə qarışdırmayaq. Əgər cacə birgəlik yaradıbsa, biz onu çox zaman ilə əvəzləyə bilirik. Məsəl üçün deyirəm, yol boyunca Xəzərə baxdım, yol boyu ilə əvəzlənə bilir. Daha sonra üçüncüsü isə səbəb və məqsəd bildirənlər. Səbəb məqsəd bildirənlər, məsəl üçün sənin üçün gəlmişəm, yəni gəlməsinin səbəbini bildirir. Sənə görə gəlmişəm. Deməli, səbəb məqsəd bildirən qoşmalar adətən cümlədə səbəb məzmunu yaradırlar. Buna həm də eyni zamanda səbəb məqsəd və yaxud da istinad bildirənlər deyə bilərik. İstinad. İki adı var. Səbəb məqsəd, bir də eyni zamanda istinad qoşmaları və sənin üçün gəlmişəm. Və yaxud da deyirəm ki, bu qələmi kim üçün gətirmisən? Və yaxud da deyirəm ki, yaxşı cavab verdiyimə görə mənə sertifikat verdilər. Sənə ev düzəltməyimə görə təşəkkür edirəm. Və yaxud da ki, söhbətlərini əsasən hökm vermək olmaz. Yəni, bunlar hamısı səbəb məqsəd bildirən qoşmalarımızdır. Daha sonra var məsafə bildirənlər. Məsafə bildirən qoşmalarımız hansılardır? Məsafə bildirənlər artıq məsafəni təyin edir ki, məsəl üçün bir yerdən digər yerə qədər olan hissəni ifadə edir. Qədər, kimi, dək, bir də can. Qədər, kimi, dək, can. Məsəl üçün deyirəm ki, o evə qədər getmişdi. Qonaqları marketə qədər yola saldıq. Marketə kimi yola saldıq. Və yaxud da deyirəm ki, qollarımın dirsəyəcən çırmalanmışdı. Məsafəni bildirdi, dirsəyə qədər olan hissəni bildirdi. Və yaxud da deyə bilərik ki, onunla kəndə qədər danışıq apardım. Daha sonra məna növlərimizin içərisində zaman bildirənlər var. Zaman bildirənlərə ehtiyatlı olaq. Çünki zərflə amonimli müəyyən dərəcədə var. Əvvəl, sonra, qabaq, bəri. Deyirəm ki, o nişanından sonra çox dəyişmişdi. Və yaxud da ki, 7 gündən əvvəl pis hadisə baş vermişdi. O Nərgizdən qabaq cavab verdi. İllərdən bəri onu görmürəm. Zaman bildirir. Daha sonra zaman bildirəndən sonra fərqlənmə qoşmaları var.
Fərqlənmə bildirən qoşmalarımız hansıdır? Başqa, hamıdan fərqləndirir. Başqa, qeyri, savayı, özgə, qeyri, ayrı. Deməli, fərqləndirirsən hər kəsdən. Səndən qeyri mənim heç kimsəm yoxdur. Səndən qabaq, daha doğrusu səndən başqa heç kimə güvənmirəm. Hamıdan fərqləndirdim. Və yaxud da elə bilirsən ki, səndən savayı iş üçün ağlayan var. Daha sonra yön istiqamət bildirən qoşmalarımız var. Yön istiqamətimizi məsafə ilə səhv salmaq olmaz. Tərəf, doğru, sarı, qarşı. Məsələn, yön istiqamət bildirir. Evə doğru addımladı. Evə tərəf gedirdi. Bu sadəcə yönünün istiqamətini bildirir. Amma məsafədə isə bir növ belə deyim ki, zamanı sanki ölçür kimi, buradan ora qədər, buradan ora kimi, yəni məzmununu ifadə edir. Tərəfi, istiqaməti təyin eləmir. Evə tərəf o gedir, evə doğru gedir, evə sarı gedir, evə qarşı gedir. Bir də qarşı qoşmasının çalarında müəyyən dərəcədə qarşılaşdırma və ziddiyyət özünü göstərə bilir. Məsələn, deyirəm ki, sən çətinliyə qarşı dözümsüzsən. Və yaxud da ki, Surxay öz dostuna qarşı acımasız davrandı. Bir növ ziddiyyət var, qarşılaşdırma var. Ən sonuncusu isə aidlik bildirənlərdir. Aidlik bildirən qoşmalarımız isə aid olanı bildirir. Mənə aid, mənə dair, mənə məxsus. Məsələn, deyirəm ki, bu mənə aid kitabdır. Bu əşyalar bizə məxsusdur. Bunlar qoşmaların qrammatik məna çalarlardır. Deməli, bənzətmə bildirənlər hansıları oldu? Kimi, qədər, tək, ca. Məsafə bildirənlər hansıları oldu? Dək, cən, kimi, bir də qədər. İstiqamət bildirənlər evə tərəf, evə doğru, evə sarı, evə qarşı. Aidlik bildirənlər aid, məxsus, dair. Bənzətmə bildirənləri bildirdik. Sonra da var birgəlik, ilə, ca, zaman qoşmaları əvvəl, sonra, qabaq, bəri. Sonra hansı məna növü var idi? Hansılar var idi? Səbəb bildirənlər, üçün, ötürü, görə, əsasən, fərqlənmə, başqa, savayı, səndən qeyri, səndən özgə. İndi isə bunların biz sinonimliyinə toxunacağıq. Və belə deyim ki, köməkçi nitq hissələrində qoşma olsun və yaxud qoşmada xüsusən də bir-biri ilə sinonimliyi var. Məsəl üçün, bir məna növünü götürək. Bənzətmədə hansı məna növləri idi? Kimi, qədər, tək, ca. Sənin kimi gözəldir, sənin qədər gözəldir, səncə gözəldir, sən tək gözəldir. Yəni, məna növü, bir məna növünün daxilindəki sözlər bir-biri ilə sinonimlik təşkil edir. Bir-birini əvəz eləmə qabiliyyətinə malikdir. Məsələn, ca ilə görə sözün quruluşca növləri və sözün quruluşuna görə növləri bir-birindən əvəzlənə bilirlər. Əsas olan isə bu sözlərin amonimliyi və yaxud da ki, belə deyəlim ki, ortaq olan bəzi sözlərin başqa nitq hissəsi kimi işlənməsidir. Məsələn, bir necə başlayacaq kimi sözü ilə. Kimi sözü necə işlənə bilir? Kimi həm qoşmadır. Kimi həm eyni zamanda nədir? Kimi həm də qeyri-müəyyən əvəzlidir. Daha biz bunu kimi sözünü gedib sual əvəzliyi götürmürük. Burada kimi sözündən söhbət gedir.
və bu da əvəzli idi, qeyri-müəyyən əvəzli idi. Və kimi həm də qoşmanın iki məna növünü yarada bilir, düzdürmü? Bənzətmə yaradırdı. Bir də eyni zamanda nə yaradırdı? Məsafə. İndi baxaq. Qoşma olanda, bənzədəndə deyirəm ki, lalə kimi yanaqları var. Yanağı laləyə bənzətdiyim üçün bu bənzətmədir. Amma bir də var deyirəm ki, buradan məktəbə kimi getdim. Yəni bu artıq məsafəni təyin elədi. Məktəbə qədər getmək mənasındadır. Bu artıq məsafə bildirən qoşmamızdır. Qeyri-müəyyən əvəzli suala cavab verə bilir, düzdürmü? Deyirəm ki, kimi dindirsəm, ağlayır. Və ya kimi danışır, kimi susur. Buradakı kimi isə artıq qeyri-müəyyən əvəzlidir. Daha sonra hansı sözün amanili özünü göstərə bilər? Qədər sözü. Qədər sözü bir isim ola bilir. Bir də eyni zamanda qoşma ola bilir. İsim kimi nə deyə bilərik biz? Deyə bilərik ki, türklərin qədər söz var, bizim qədər sözümüz var. Qədər yazan yazını pozmaq olmaz. Yəni qismət yazan yazını. Qədər bu mənada qədər mənasındadır. Qoşma kimi isə, qoşma kimi də nə bildirə bilir? Məsafə. Yenə də bənzətmə. Deyirəm ki, gül qədər gözəlsən. Gülə bənzətdim. Bir də var deyirəm ki, xala gidin evinə qədər piyada getdim. Burada artıq məsafəni təyin elədim. Daha sonra gəlir bizim hansı sözümüz? Tək sözü. Tək sözü nə ola bilər? Sifət, zərf, qoşma. Sifət olanda deyirəm ki, tək əldən səs çıxmaz. Tək əl. Necə əl? İsimdən əvvəl gəldi axı. Bu sifətdir. Amma bir də zərf kimi necə deyə bilirəm? Deyirəm ki, tək danışma, tək oturma. Hərəkət bildirən sözdən əvvəl gəlir. Necə oturma, nə tərzdə oturma. Buradakı tək sözü artıq zərfdir. Feildən əvvəl gəldiyi üçün. Qoşmaya baxaq. Qoşma da deyə bilərik ki, yenə də bənzədir. Lalə tək qızarmışdı. Gül tək solmuşdu. Artıq burada bənzətmə bildirən qoşmanı yaratdı. İlə, la, bir də ki, ilə. İlə qoşması, ilə həm qoşmadır, həm bağlayıcıdır. Həm də bunun qısaldılmış forması lalə nə ola bilər? Zərf düzəldən şəkilçidir. Zərf düzəldən şəkilçi olduqda mücərrəd mənalı isimlərə əlavə olunur uşaqlar. Cəsarət sözünü biz görə bilirikmi? Yox. Mücərrəd isimdir. Biz onu artırdıqda, məsələn deyim ki, o cəsarətlə vuruşur. Əslində bunu iki cür başa düşmək olar. Böyük hərflə yazsaq adamla, yəni vuruşmuş kimi olacaq. O cəsarətlə vuruşur. Necə vuruşur? Nə tərzdə vuruşur? Burada tərz hərəkət zərfidir. Necə və nə tərzdə vuruşduğunu göstərir. Və eyni zamanda mücərrəd ismə qoşulubdur. Yəni zərf olduqda mücərrəd mənalı isimlərə qoşulacaq. Qoşma olduqda isə konkret isimlərə qoşulur və vasitə qoşması yaradır. Deyirəm ki, o çomaqla itələdi. O çomaqla qorxutdu. Burada çomaq bilirik də gözümüzlə gördüyümüz, əlimizdə tutduğumuz bir şeydir. Konkret isimdir və ona qoşulub çomaq vasitəsilə mənasını ifadə edir. Və buradakı lalə qoşmadır. Bağlayıcı olanda isə biz onu və ilə əvəz eləyə bilirik. Məsələn deyirəm ki, Nigarla
Nəzrin dostdur. Nicarla Nəzrin dostdur və yaxud da ki, Nicar və Nəzrin dostdur. Biz lanı və ilə əvəzləyə biliriksə, bu artıq bağlayıcıdır. Aydındır mı? La deməli qoşma bağlayıcı zərf düzəldən şəkilcidir. Qoşma olanda bu vasitə bildirir və konkret isimlər əlavə olunur. Amma bağlayıcıdırsa və-nin əvəzdə olunur. Zərf düzəldən şəkilcidirsə adətən mücərrəd mənalı isimlər əlavə olunur. Sonra ca. Ca da eyni qaydada qoşma ola bilir. Ədat ola bilir. Başqa da ca ola bilir bizdə zərf düzəldən yeksir şəkilçi. Qoşma olduqda biz canı asanlıqla ya ilə əvəzləyəcəyik, əgər vasitədirsə. Yox, əgər bənzətmə bildirirsə, biz bunu kimi ilə, qədəri ilə əvəzləyə bilərik. Məsəl üçün deyə bilərəm ki, səncə mənə doğma deyil. Yəni, sən qədər mənə doğma deyil. Bu zaman qədər ilə əvəzləndi, bənzətmə bildirdi. Və yaxud da deyirəm ki, yol boyunca çoxlu sular gördüm. Yol boyu ilə ilə əvəzlədiksə, bu artıq oldu vasitə bildirən qoşma. Amma zərf düzəldən leksik şəkildirsə, adətən dilləri artırılır. Dillər. Zərf düzəldən adətən yox. Demək olar ki, 90% vaxtlarda cacə qoşulur, dil yaradır. Rusca, İngiliscə, Hindcə, Çincə və s. Tərəf sözünə gəldikdə, tərəf isim və qoşma olur. Desəm ki, ehtiyatlı davranmaq lazımdır uşaqlar. Nə üçün ehtiyatlı davranmaq lazımdır, onu deyim. Hal bildirən sözə qoşulmalıdır. Desəm ki, evə tərəf getdi. Hala qoşulduğu üçün buradakı tərəf sözü qoşmadır. Amma desəm ki, sağ tərəfə getdi, sağ tərəfə. Artıq burada hal bildirən sözə qoşulmayıbdır. Ehtiyatlı olun. Sağ tərəfə gedib burada tərəf sözünü isim götürməyin. Hal şəkilli sözdən sonra gəlir tərəf. Desəm ki, sağ tərəfə bax. Və yaxud da ki, sağ tərəfə getdi. Artıq buradakı tərəf sözü isimdir. Hal şəkilli sözə qoşulmadığından dolayı tərəf sözü isimdir. Sonra doğru. Doğru sözünün amonimliyi. Sifət də ola bilir, zərf də ola bilir və eyni zamanda sifət də olur, zərf də olur və qoşmadır təbii ki. Evə doğru getdi. İstiqaməti bildirdi. Evə tərəf getdi, evə sarı getdi. Sifət olduqda isə deyirəm ki, doğru söz isimdən əvvəl gəldi. Doğru söz acı olar. Zərf olduğu zaman isə deyirik ki, doğru danış. Necə danış, nə tərzi danış, doğru danış. Zərf olduqda feildən əvvəl gələcək. Sonra var sarı sözü. Sarı sifət də ola bilir, feil də ola bilir. Və sarı sözü eyni qaydada sifətdir, feildir və eyni qaydada qoşmadır. Sifət olduqda rəng bildirəcək. Sarı güllər. Necə güllər?
Feil olduğu zaman isə sarımaq feilindən söhbət gedir. Nə isə sarımaq. Deyirəm ki, o üstünü sarıdı, ya da yarasını sarıdı. Nə etdi? Feil. Qoşma olduqda isə o evə sarı getdi. İstiqaməti bildirdi. Əvvəl sonra sözləri isə zərf də olur, qoşmada. Zərf olduğu zaman hal şəkilçisindən sonra gəlmir. Zərf olduqda məsəl üçün deyirəm ki, sonra Əli. Heç bir hal şəkilçisindən əvvəl işlənməyibdir. Məzmununda da eyni qaydada, hal şəkilçisi məzmununda da belə deyim ki, o məzmun yoxdur. Haldan sonra gələcək ifadə yoxdur. Və bunu biz zərf olaraq götürürük. Bir də deyirəm ki, kitabdan əvvəl dəftərə baxdım. Yəni kitabdan əvvəl dəftəri oxudu, dəftərə baxdı. Bu məzmunda isə artıq hal şəkilçisinə qoşulduğundan dolayı bu qoşmadır. Və bir şey yadda saxlayaq ki, bəzən hal şəkilçisindən sonra da gəlsə, biz onu zərf kimi götürəcəyik. Məsələn, bu hansı məqamlarda olur? Deyirəm ki, qapıdan əvvəl müəllim girdi. Məntiqlə baxanda bu cümləyə biz bunu nətər qoşma götürək ki, uşaqlar? Qapıdan əvvəl müəllim girdi. Qapı bəyəm canlıdır mı ki, birinci qapı girsin, sonra müəllim girsin? Burada hal şəkilçisi olsa belə məzmuna da diqqət eləmək lazımdır. Qapıdan əvvəl müəllim girdi, tutaq ki, sonra Leyla. Buradakı əvvəl artıq zərfdir. Daha sonra qabaq sözü var dilimizdə. Qabaq sözü də həm isim ola bilir, həm sifət, həm də zərf ola bilir. Deyirəm ki, qabaq qarşıva bax mənasında, qabağa bax, haraya bax məqamını və yerini bildirir. Və yaxud da deyirəm ki, yeməkdən qabaq əllərini yox, hal şəkilçili sözdən sonra gəlibdir. Buradakı qabaq sözü qoşmadır. Bir də deyirəm ki, qabaq tağı şamama verməz. Qabaq, balqabaq mənasındadır. Boranı yəni. Bu da isimdir. Sonra var bəri sözü. Bəri sözü də eyni qaydada zərf ola bilir. Bir də qoşma. Zərf olanda deyirəm ki, bəri gəl. Başımın baxdı, yəni başımın taxtı, qəlbimin baxdı və s. Bəri sözü, bəri gəl, haraya gəl, bəriyə gəlmək mənasında bu zərfdir. Bir də deyirəm ki, 3 ildən bəridir ki, mən onu görmürəm. 3 ildən bəri. Artıq hal şəkilçili, il və dən şəkilçili sözdən sonra qoşulubdur. Qeyri. Sifət ola bilir. Bir də eyni zamanda qoşma. Sifət olduğu zaman deyilir ki, qeyri insanlara güvənmək olmaz. Necə insanlara? Qeyri. Yəni ki, yad insanlara, kənar insanlara. Bir də var deyirəm ki, Əlidən qeyri heç kəs mənə inanmırdı. Fərqləndirmə qoşması. Başqa sözdə eyni qaydada sifət və qoşma ola bilir. Başqa insanlara inanma. Hansı insanlara? Başqa insanlara. Bir də deyirəm ki, səndən başqa məni anlayan heç vaxt olmadı. Səndən qeyri, səndən savayı. Burada fərqləndirdim artıq. Özgə sözü də eyni qaydada. Özgə məsələn deyirəm ki, özgə sözü də ola bilir sifət. Bir də ola bilir nə? Qoşma. Deyirəm ki, özgə atına minən tez düşər.
Hansı ata? Özgə ata. Bir də var deyirəm ki, səndən qeyri biz hamımız ölə bilirik, səndən özgə biz hamımız ölə bilirik. Və burada özgə sözü qoşmadır. Ayrı. Ayrı sözü zərf də ola bilir, sifət də, qoşma da. Deyirəm ki, ayrı məsələləri müzakirə eləməyin. Hansı məsələləri, ayrı məsələləri. Bir də deyirəm ki, ayrı düşdüm öz yarımdan. Ayrı düşmək. Ayrı sözü fe'ldən əvvəl gəldiyinə görə zərfdir. Bir də var qoşma kimi deyirəm ki, dostumdan ayrı heç kimi düşünmürdüm. Dostumdan qeyri mənasında. Haldan sonra gəldiyi üçün artıq bu olacaq qoşma. Sonra var əlavə sözü. Əlavə sözü də sifət ola bilir. Həm də eyni zamanda qoşma ola bilir. Deyirəm ki, əlavə işlərlə çox məşğul olma. Hansı işlərlə? Əlavə işlərlə. Və yaxud da deyirəm ki, bugün 2 əlavə dərsimiz var. Hansı dərsimiz? Əlavə dərsimiz. Sonra deyirəm ki, qoşma kimi, bundan əlavə mənə heç bir şey daha lazım deyil. Bundan qeyri, bundan əlavə. Bu artıq qoşmadır. Və ya da saxlayaq. Ötürü, savayı, dək, can, haqqında, haqda, üçün, barədə, və yəni bu kimi sözlər yalnız və yalnız qoşmadır. Ötürüdür, savayıdır, dəkdir, candır, haqqında, haqda, üçün, barədə və yalnız qoşma olurlar. Qoşmaların tələffüz qaydaları var ki, ümumiyyətlə hansı qaydalarımız var, onu deyərdim. Çox hecalı qoşmalar qoşulduğu sözdən ayrı yazılır. Çox hecalı qoşmalar. Məsəl üçün, üçündür, əlavədir, qədərdir və s. Tək hecalı qoşmalar isə onlar cümlədə qoşulu şəkildə yazılır. Məsəl üçün, tək, bir də ilə də onun kimi. İlə də bitişik yazılır, tək 2 hecalı olmasına baxmayaraq da. Deməli, tək, can, ca, dək. Bunlar sözlərə bitişik yazılan qoşmalardır. Bəzən də ilə qoşması tələffüz zamanı nən kimi tələffüz oluna bilər. Onun daha doğrusu belə deyərdim ki, nan kimi də tələffüz oluna bilər. Məsələn, deyirəm ki, çomaqla yeriyir. Və yaxud da ki, çomaqla. Artıq burada la, nan kimi tələffüz olundu. Üçün qoşması da bəzən çün kimi yazıla bilər. Deyə bilərik ki, məsəl üçün Firidun dərs üçün gəlmişdi. Tələffüz zamanı bu ola bilər ki, dərs üçün. Çün. Üçünün üsü düşə bilər və çün formasını ala bilər. Bu da bizim qoşma mövzumuzdur. Ümidvaram ki, hər bir xırdalığı ətraflı başa düşdünüz. Həm amonimliyinə toxunduq, həm də ki, köməkçilərin fərqini əsas nitqsələrindən aydın danışdıq və dinləyəndən sonra da rəy yazmağı unutmayın.